Bir gün xalamın yoldaşı Akif müəllim atamgildən icazə alıb məni bir neçə günlük səyahətə apardı. Təsəvvür edirsiniz, ilk dəfə rayonumdan kənara çıxacaqdım. O vaxt mən sadəcə 8-ci sinifdə oxuyurdum. Biz əvvəlcə Mingəçevirə getdik. Akif müəllim məni birbaşa su elektrik stansiyasına apardı. Nəhəng su bəndi, gürültülü su axını, minlərlə insanın eyni anda işdən çıxmasını seyr etmişdik. Akif müəllim çətinliklə də olsa icazə aldı və biz su elektrik stansiyasına girdik. Baş mühəndis bizi qarşıladı və su elektrik stansiyasının necə işlədiyini mənə tək-tək izah eləməyə başladı. Suyun elektrikə çevrilməsini, turbinlərin hərəkətini və s. Hər şey mənim üçün möcüzə kimi idi. Sonra Akif müəllim əlavə elədi. Bu insanlar ölkəyə enerji verir. Buradan bütün Azərbaycana elektrik ötürülür. Bura Azərbaycanın döyünən ürəyidir. O an fərqli duyğular yaşamışdım. İlk dəfə böyük bir sistemin necə işlədiyini başa düşməyə başlamışdım. Sonra biz Bakıya getdik. Akif müəllim məni Şəhidlər Xiyabanına apardı. Orada sakitlik, əzəmət, itki hissi ruhuma toxundu. O məqamda itkinin və fədakarlığın nə olduğunu ilk dəfə anladım. Sonra şəhərin əsas küçələrini gəzdik. İçəri şəhəri, dəniz kənarı bulvarı və hər tərəfdə həyat və hərəkət var idi. Növbəti gün məni indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, o vaxtki AZN-in yerləşdiyi küçəyə apardı və universiteti göstərərək, bax burada gələcəyin mühəndisləri, alimləri yetişir, şamil dedi. O an gələcəyim haqqında ilk dəfə ciddi düşünməyə başladım. Bu səyahət mənim üçün sadəcə bir gəzinti deyildi. O mənim dünyaya baxışımı dəyişdi. İlk dəfə kəndimizin hüdudlarından kənarda dünyanın nə qədər böyük və zəngin olduğunu anladım. Ən təsirli və gözəl tərəfi o idi ki, Akif müəllim sırf mənim gözümün açılması üçün bir neçə gününü ayırmışdı, həm də təmənnasız şəkildə. Ramazanın 17-ci günü olan bugünkü challenge'ımız da məhz bununla bağlıdır. Donate etmək, yəni bağışlamaq, vermək, ianə eləmək. Bir şey vermək çətindir. Amma vaxtını və enerjini vermək daha çətin və dəyərlidir məncə. Sənin hədiyyə edəcəyin bir oyuncaq, bir kitab və başqa bir hədiyyə başqa bir insan üçün böyük bir dönüş nöqtəsi ola bilər. Akif müəllimin mənim üçün etdiyi kimi, sən də bir jestlə birinin həyatında böyük bir dəyişiklik edə bilərsən. İndi növbə sənindir. Bir addım at, bir həyat dəyişdir və ya dəyişdirməyə başla. Uğur olsun dostum.